dünyanın ən çətin supunu hazırlayacağıq. Bunun üçün bizə bir ədəd qırmızı soğan, vacib deyil qırmızı olsun, bir ədəd soğan lazımdır. Mən sadəcə supları rəngbərəng sevdiyim üçün bütün tərəvəzlərdən istifadə eləməyə çalışıram hər dəfə. Instagramdan izləyicilərim də bunu həmişə mənə deyirlər, çox da xoşlarına gəlir. Çünki çox ləzzətli görsənir, özüm də çox sevirəm. Adətən bir biber əlavə olunur. Mən bir qırmızı biberin yarısı, bir yaşıl biberin yarısından istifadə elədim. Bir ədəd də yer kökü. Onu da digərləri kimi kiçik küp-küp doğrayırıq. Eynən kartoşkanı da küp-küp doğramaq lazımdır. Lazım da deyirəm, yəni necə istəyirsiniz elə edə bilərsiniz. Mən bu cür edirəm. Bu arada bu yeməyin adı yoxdur. Ərişdə desəm ərişdə deyil. Sup kimi bilmirəm adı nə verim. Instagramda da çox soruşurlar, adı nədir, resept yaz. Hər dəfə bir başqa cür bişirirəm. Evdə nə var, ondan bişirirəm. Ümumiyyətlə mənim bütün yeməklərim bu tərzdədir. Yəni sırf bir resept üzərindən getmirəm. Həmin an nə var, ondan bişirirəm. Gördüyünüz kimi əti də hazırladım. Qabaqcadan onu dondurucuda soğan və göyərti əlavə eləyib dondurmuşdum. Donu açılandan sonra bir ədəd yumurta əlavə eləyirəm. Çox sulu bir qiymə alınır. Çünki ətim çox az idi. Sadəcə aroma versin deyə supa əlavə edirəm. Bayaq doğradığımız tərəvəzləri yağ soğan dağ eləyib biraz öldürürəm. Çox bişirməyə lazım deyil, rənglərini itirməsinlər ki, supumuz rəngbərəng olsun. Həm gözümüz doysun, həm qarnımız doysun. Burada da su qaynayana qədər ərişdəni yayıram, xəmirini. Sonra isə kəsəcəm onu və əlimlə mən didərək uzadıram. Sizə necə uyğun olsa elə edərsiniz. Mən belə eləyirəm. Burada vacib deyil ərişdə olsun, makaron da ola bilər. Vermeşildən də istifadə edə bilərsiniz. Ya evdə uşaqlar varsa, əlifba makaronlar olur, ondan da istifadə eləmək olar. Ya spiralvari, ya daha xırda makaronlar da bu cür alındı, saçaq-saçaq. Su qaynadıqdan sonra biraz pomidor əlavə eləyirəm. Siz biber salçası, tomat, nə istəsəz əlavə edə bilərsiniz. Hər cür çox dadlı olur. Burada da yumurta əlavə elədiyim üçün çox suludur. 2 qaşıqla onu dairə halına gətirib suya əlavə edirəm. Və yenidən qaynadıqdan sonra artıq ərişdələri də əlavə edəcəm. Ərişdələri əlavə edərkən bir yandan da qarışdırmağı unutmayın ki, yapışmasın bir-birinə. Belə qəşəng makaron kimi dən-dən olsun. Öncədən bişirib dondurduğum lobiyanı da, qaragöz lobiyanı da əlavə edirəm. Başqa lobiya da əlavə eləyə bilərsiniz. Yəni vacib deyil bu qaragöz lobiya olsun. Ümumiyyətlə mən ətli, ərişdəli supları çox sevirəm. Unlu, həlimli belə. Çox bəyənirəm. İnşallah siz də bəyənərsiniz. Düzdür, çətin supdur, amma siz bişirsəz mənə rəylərdə bildirin, görüm sizdə də alındımı. Dadını bəyəndinizmi? Bəyəndinizsə zəhmət olmasa mənim də videomu bəyənin.